Bismillahirrahmanirrahim. Salam ərz eləyirik və bu dərsi Allahın adı ilə başlayırıq. Keçən dərslərdə oxuduq ki və bildik ki, ərəbi dilin 28 hərfi var. Qur'an oxumaqlığa istəyək Qur'anı açaq oxuyaq, gərək bu 28 ərəbi hərfləri tanıyaq. Bu 28 hərfi əlif, ba, ta, fa, cim, ha, xa 28 hərfi öyrəşmişik. İndi Qur'anı açsaq qabağımıza bu 28 hərfi tanıyarıq. Bu klassda istəyirik ayrı bir zatları öyrəşək. Diqqət eləsək, Qur'anda fəqət hərflər deyir. Əgər Qur'anı açsaq qabağımıza, görərik hərflərdən sonra bir hərflərin aşağısında, üstündə bir xəttlər var. Bunların çoxu fəthə, kəsrə ya zəmmədirlər. Ayrı bir əlamətlər də var ki, sonra deyiləcək və öyrəşəcəyik. Bu üç dənə ki, fəthə, zəmmə və kəsrə dedik, bunlara hərəkə deyər. Bu üç dənə hərəkəni bölünləri dərsidə öyrəşəcəyik ki, hərfləri oxuyandan sonra biz görürük Qur'anı, hərflərin görürük, tanıyırıq ki, bu hangi hərfidir, amma oxumağa qadir deyirik. İstəsək oxumağı kamil bilək, gərək bu üç dənə hərəkəni büyün öyrəşək. Ödür ki, görürsünüz, Bismillahirrahmanirrahim, Elhamdülillahi Rabbil aləmin. Bu hərflərdən əlavə bir aşağıda və üstdə bir xəttlər var ki, bugün istəyirik bu xəttləri öyrəşək. Ki, inşallah, tövfiq ilə və sağlıq ilə bugün başlayaq öyrəşməyə. Əvvəldə bir xətt fərz eləyirik. Bu xəttin üstündə bir əyri xətt çəkirik. Bu əyri əlifə bənziyir. Buna deyərlər ə oxunar, ə. Bu xəttin aşağısında bir əyri xətt çəkirik. Buna deyər e. E oxunar. Üstə bir dənə oya bənziyən xırda o yazıyıq, vav. Buna deyər o oxunar və adları nə mənədir? Əvvəlimizə deyər fəthə, ə, fəthə. İkinci üstə o deyər, onun adına deyər zəmmə. Aşağıdakı e, buna deyər kəsrə. Məsələn, əlif. Çoxlar öyrəşək ki, bu ə, e, o ki dedik, nəcür oxunar? Əlif. Əlifin üstündə bu xətt fəthə qoyulsa, deyərik buna oxunar ə. Ya bu əlifin aşağısında xətt qoyulsa, bilirik bu kəsrədir. Oxuyarıq e. Ya bu əlifin üstündə vav qoyulsa, o qoyulsa, oxunar o. Bəs əlif, bir yerdəki əlif gəlib, baxacaq bunun hərəkəsinə, güya üstündə bir əyri xət gəlib, oxuyaq ə. Aşağısında əyri xət gəlib, oxuyaq e. Üstündə vav ya o yazılıb, oxuyaq o. İstəsək qəşi öyrəşək gərək ba'da da imtihan eləyək. Baxın, b, b. Üstünə fəthə qoysaq, olar bə, b, ə, bə, bə, b. Aşağısında kəsrə qoysaq, oxunar b, b. Üstünə zəmmə qoysaq, oxunar bo. Bəs oldu bə,
B, bu. C. Üstünə fəthə qoysaq olar C. C, ə, C. C. Aşağısına kəsrə qoysaq olar C. 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 Üstünə zəmmə qoysaq olar Co. Bəs oldu Ə. E. O. B. B. Bu. C. C. Co. Yaxşı. İndi hərf, o birisi hərflər də bu cür. Onlar X-in üstündə olsa, onlar X oxunar. Altında olsa, onlar X. Üstündə zəmmə olsa, onlar X. İndi hərfləri bildik. 28 dənə hərfi bu cür imtihan eləyə bildik ki, öyrəşmişik ya yox. Axır hərf onlar Y, Y, Yo. İndi istəyirik ki, bu hərfləri öyrəşdik. Kəlmənin üstündə gəlsə, bu hərəkələr oxuya biləcəyik. Diqqət eləyək. H, S, D. Bu bir kəlmədir. H, S, D. 3 dənə hərfdən düzəlib. H, S, D. H, S, D. Amma bunu ərəb H, S, D deməz. Bunun özlərinin bir hərəkələri var. Baxın. H üstündə ə var. H, ə. Hə. S üstündə ə var. Sə. D üstündə ə var. Də. Bəs bu kəlmə belə oxunar. Hə, sə, də. Hə, sə, də. Bu bir ərəbi bir kəlmədir. Həsədə, yəni həsəd elədi. Hə, sə, də. İkinci kəlmə. A, M, R. A, M, R. Ərəb bunu A, M, R oxumaz. Bunların hərəsinin hərəkəsi var. Diqqət eləyək. A-nın üstündə ə var. Onlar ə, M, ə, mə, rə. Bəs bu kəlmə olar ə, mə, rə. Ə, mə, rə. Əmərə ərəbi bir kəlmədir. Əmərə yəni əmr elədi. K, T, B. Üçüncü kəlməni öyrəşək. K, T, B. K, T, B. Oxular K, T, B. Yəni kitabət elədi, yəni yazdı. Bu bir ərəbi kəlmədir. K, T, B. K, T, B. Üçüncü kəlmə. M, L, K. M, L, K. Mə, L, E. L, K. Mə, L, K. Mə, L, K. Bu bir ərəbi kəlmədir. Ya A, B, L. E, B, L. E, B, L. E, B, L. Ya həman K, T, B. Baxın, hərəkəsi əvəzləşib, ayrı cürə oxunacaq. Üstdə də K, T, B yazılıb, aşağıda da. Amma bu üstdəki K, T, B, aşağıdakı nə mənə? Ko, to, B. Ko, to, B. Bunların mənaları fərq eləyir. O zaman ki, kəlmənin hərəkələri fərq elədi. Kətəbə, yəni yazdı. Ko, to, B.
yəni kitablar. Kotob yəni kitablar. Bəs bunları öyrəşdik. İndi diqqət eləsək Qurana hərfləri tanıyacağıq. Bir də çoxlu kiçik hərəkələr ki, üstdə, kəlmənin üstündə ya aşağısında var, hərflərin və kəlmələrin tanıyacağıq. Baxsaq, Həmd surəsində Bismillahda B, E aşağısında bir kəsrə var. B, E. M, E. M-ın da kəsrəsi var. M. B, M. Bismillahi. Bismillahi. Rahmani. Rahim. Bismillahirrahmanirrahim. Elhamdülillah. Əlifə baxsaq, ə. Əl demi, a deyir, ə. Əl, hə, hə. Əlhəmdu. Diqqət eləsək, üstünə zəmməsi var, osu var. Əlhəmdu lillahi. Le. Lillahi. Rə. Rəbbil. Aləmin. Aləmin. Keçən dərslərdə dedik ki, həm iki iş görəcəyik Qur'anı öyrəşməkliyə. Bir budur ki, Qur'anı hərflərin, kəlmələrin öyrəşəcəyik ki, Qur'anı açdıq qabağımıza eləyə bilək, bu hərfləri, kəlmələri oxuya bilək. İkinci budur ki, Qur'ana qulaq asacağıq. Qur'an qərəədən gəlib. Qərəə yəni oxumaqlıq, yəni oxudu. Qəraət yəni oxumaqlıq. Qur'anı oxumaqlıq, qulaq asmaqlıq, Qur'ana baxmaqlıq hamısı ibadətdir. Pəs dedik, iki iş görəcəyik Qur'anı öyrəşməyə. Biri budur ki, hərfləri, kəlmələri, hərəkələri öyrəşəcəyik ki, Qur'anı açdıq qabağa, gözümüzlə baxdıq, oxuya bilək. İkinci işimiz budur ki, Qur'anın qəraətinə, oxumaqlığına qulaq asaq, qulağımız da adət eləyə, ta eləyə bilək, rahat oxuya bilək. Və dedik ki, Minşavi yaxçı qəraət eləyir, Minşavinin tərtilinə eləyə bilirik, bu saytın özündən download eləyək, götürək və qulaq asaq. İndi də keçən dərslərin tayı Minşavinin səsi ilə Həmd surəsinin qulaq asaq ki, qulağımız adət eləsin. İnşallah ki, Allah bu Qur'an öyrəşməkliyimizi, Qur'an oxumaqlığımızı və Qur'an qulaq asmaqlığımızı ibadət yaza və qəbul eləyə. Allaha tapşırırıq və sizdən istəyirik ki, bu Minşavinin səsi ilə Həmd surəsinə qulaq asaq bu əhəmlikdə. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Errahmanirrahim. Maliki yevmiddin. İyyâke na'budu ve iyyâke nesta'in. İhdinas-sirâtal mustaqîm. صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين